çəmənin şehinə batmamsan sən, dağların qədrini hardan bilərsən? Sən kəhliyin söylə, kəkilin görümsən, sən əliyin söylə, səkilin görümsən, uzaq başı dağın şəklin görümsən, dağların qədrini hardan bilərsən? Bilirsənmi nədir qoyun qulağı, nədir qaz ayağı, dəvə qulağı, nə yemlik yemisən, nə quz qulağı, dağların qədrini hardan bilərsən? Hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları, hər vaxtınız xeyir olsun, mənim əzizlərim, mənim həmvətənlərim. Gəlimli, gedimli, sonucu ölümlü dünyamızın, bax beləcə bir bəxtəvər günündə, bax beləcə bir xoşbaxt günündə, 21-ci əsrin 17-ci ilinin 11-ci ayının 28-ci günündə, miladi tarixlə 2017-ci il, noyabr ayının 28-də, Müsəlman tarixi ilə, İslam tarixi ilə, Hicri qəməri tarixi ilə 1439-cu il, 3-cü ay, Rəbiul əvvəl ayının 9-unda yenə də dərələrdən sel kimi, təpələrdən yel kimi, vadi sərsər kimi hara tələsir dünya sualına cavab tapmaq üçün elimizi, obamızı, yurdumuzu, vətənimizi el-el, oba-oba, oymaq-oymaq, ulus-ulus, kənd-kənd, şəhər-şəhər, mahal-mahal, diyar-diyar gəzib dolaşaraq, ağır-ağır ellərdən, obalardan keçərək, qara qar yağan arxalı dağlarımızı, burun-burun qar, yağış, dolu gələn qədiklərimizi, aşırımlarımızı aşaraq sizinlə yeni bir görüşə gəldim sevgili həmvətənlərim. Gəldim ki, zaman-zaman yığıb topladığım əvəzsiz folklor incilərindən bir çələkdə hörüb, inşallah bugün əgər bacara bilsəm, sizin qulluğunuza yetirim mənim əzizlərim. Gəldim ki, bu payız axşamında bir payız tonqalı çatıb, o tonqalın ətrafında sizləri isidə bilim, hörmətli televiziya tamaşaçıları. Gəldim ki, o payız tonqalının ətrafında bir süfrə açıb, sizləri o süfrəmizə dəvət edeyim, mənim əzizlərim. Axşamlarınız xeyir olsun, üzünüzə sabahlarınız xeyirliyə açılsın. İnşallah çalışacağam ki, bugünkü verilişdə də o biri verilişlərimizdə olduğu kimi deyəcəyim sözlər sizləri güllü çiçəkli, özdə sahilsiz bir ümmana saraparsın mənim əzizlərim. Çalışacağam ki, bu dəfə də dediyim sözlər çır meyvənin kalı kimi bazarda qalmasın, alanı olsun mənim əzizlərim. Sözün ki, alanı olmadı, onu deməyin nə mənası? Sözümüz yüyrək olsun deyirəm sizlərə, bir daha uğurunuz xeyirli olsun. Oğul evləndirib qız köçürəsiz, gəlin köçürüb evinizə, gəlin gətirəsiz sevgili həmvətənlərim. İllər öncə yazdığım bir şeirlə bugünkü verilişimizə körpü salıram. Olmaq istəsəniz Allaha yaxın, gedin şairlərlə oturun durun. Yatmaq istəsəniz gecə arxayın, gedin şairlərlə oturun durun. Dəniz istəsəniz, çay istəsəniz, Allahdan bir qismət pay istəsəniz, kabab demirəm mən, çay istəsəniz, istəhlən vətənlərim, kabab demirəm mən, çay istəsəniz, gedin şairlərlə oturun durun. Demirəm şairlər Allahdır, birdir, vardır onların da namərdi, mərdi, amma içinin babatı, vallah, yenə şairdir. İçinin babatı yenə şairdir, gedin şairlərlə oturun durun. Mən fürsətdən istifadə edib rəhmətə gedənlərimizə, ustadlarımıza min rəhmət diləyib, qalanlara can sağlığı arzulayıram, istəklən vətənlərim. İndi isə verilişimizin sponsoru haqqında. Duyğular işığında verilişinin baş sponsoru yenicə təmirdən çıxmış, Sumqayıt şəhərində fəaliyyət göstərən, barmaqla göstərilən, halallığı ilə adsan sahibi olan Esmira Şadlıq evidir. Məhəmməd, Esmira Şadlıq evində toy mənsiz ola bilməz. Mən də burada varam. Böyük sənətkarımız Zahid Qubatlının rəhbərlik elədiyi instrumental ansambl, eləcə də Sumqayıtda ad sanı olan Vəzifə xanım Qubatlı, gözəl söz ustadı Məhəmməd Nuşirvanoğlu hər zaman sizin qulluğunuzdadır. Güman edirəm ki, ünvanı deməyə ehtiyac yoxdur, amma bir daha xatırladıram. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi 22. Telefon nömrələrini də xatırladıram. 070
741 39 39 051 741 39 39 və 055 216 34 88 yolunuzu gözləyirik. Buyurub gələ bilərsiniz. Sevgili tamaşaçılar, bugünkü qonaqlarımızı sizlərə təqdim etmək istəyirəm. Yəqin şahidsiniz, bəzi verilişlərimizdə qonaqlarımızı təqdim edəndə bir qədər çətinliklərlə rastlaşıram, amma bugünkü verilişimizdə heç bir çətinliyim olmadı. İlk qonağımı sizlərə təqdim edirəm. Dünya Azərbaycanlıları Konqresinin sevgi ödülünün mükafatçısı. Valla o qədər tərifə layiq sözlər demək olar ki, amma güman edirəm ki, Azərbaycanımızın vertiyo sənətkarı desək elə kifayət eləyər. Behbud Ağakişoğlu. Ötməlim, hoş gəlmişsiniz. Hoş gəlmişsiniz. İkinci qonağımı sizlərə təqdim edirəm, sevgili həmvətənlərim. Qubadan gəlir. Qubada qar yağır, özdə elə qar rəngində geyinib gəlibdir. Quba alması kimi ağappaq. Bir dəfə də bizim verilişimizin qonağı olubdur. Böyük ustadımız Alqayıt müəllimin adını daşıyır. Alqayıt Qubalı. Alqayıt, sən də xoş gəlmişsən. Və bir gözəl müğənnimiz də var. Çox istedadlı müğənnidir. Çoxdan da dostluq edirik. Sənətinə, həm də şəxsiyyətinə çox böyük hörmətim var. Qarabağ ellərindən, Füzulidən Namiq Teymurov. Namiq həm gözəl müğənnidir, həm gözəl xanəndədir, həm də gözəl məclis aparıcısıdır. Namiq, sən də xoş gəlmişsən. Çox az görükürsünüz. Mən təbii ki, bizim ellərdə sözü böyüklər deyərlər, ustadlar deyərlər. Əvvəla mən bütün bizə izləyənləri salamlayıram. Azərbaycanımızın hüdudundan kənarda olan bütün Azərbaycanlılarımızı salamlayıram, bağrıma basıram. Azərbaycan sözü çox müqəddəsdir. Yəni, onu bilmək lazımdır. Mənə elə gəlir ki, inşallah bilən bilir, bilməyən də biləcək. Və sizi salamlayıram, dostları salamlayıram. Bu Dünya TV-nin rəhbərliyini salamlayıram ki, çox sağ olsunlar. Duyğular işığında belə verişə gəlməmək olar. Sonra da ki, bizi bayaq siz qeyd etdiyiniz kimi bəlkə bir 40 ildir, 45 ildir bizim gözəl istisalam mələkimiz var və Azərbaycanımızın evlatlarının xoşbaxt olmağında həm sizin, həm mənim, həm bunların da payı var. Allah elimizə toy nişan qismət eləsin. Allah bu qara buludları bizim elin, obanın, Azərbaycanımızın üstündən götürsün. Mənim xalqıma vallah toy yaraşır. Vallah mənim xalqıma sevinç yaraşır. Deyir ki, hər bir şeyi böləndə o azalır. Fəqət sevincdir ki, onu böləndə çoxalır. Mən o sevinci bütün xalqıma və sizlərə arzu edirəm. Təşəkkür edirəm. Hörmətli televiziya tamaşaçıları, mən bir qədər sonra təbii ki, söz verəcəm bizim böyük ustadımıza, vertiyo sənətkarımıza. İkinci qonağımızı dinləmək istəyirəm. Alqayıt müəllim. Təşəkkür edirəm bu gözəl sözlərə görə. Allah sizi var eləsin. Çox sağ ol. Elə sənin bilirəm, danışmanın aran yoxdur. Ona görə elə sənin ifanda gözəl bir mahnı eşidək. Buyur. Gülüşünə qoşulmuşam. Nədir qüssə, nədir kədər, ömrün günü xoş olmuşam. Ömrün günü xoş olmuşam. Könlüm qəmin eylər, dilim nəğmələ söylər, tək mənə bircə kəlmə sevirəmdir. Könlüm qəmin eylər, dilim nəğmələ söylər, tək mənə bircə kəlmə sevirəmdir.
Baxışlar dünyanı bağışlar mənə sevgilim. Ayrılıq yaman çətin, üzür məni həsrətin. Gəl ruhumu şad et. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. İnan hər gün hər an sənin eşqinlə odlanmışam, eşqinlə odlanmışam, eşqinlə odlanmışam, odlanmışam. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Yenə sevgilim, baxışlar dünyanı bağışlar mənə sevgilim. Ayrılıq yaman çətin, üzür məni həsrətin. Gəl ruhumu şad et. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm qəlbin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Ağayça, təşəkkür edirəm. Maşallah, gözəl oxuyursan, gözəl səsin var. Və sənin ifanı dinləyəndən sonra Quba ellərinə, Xaçmaz ellərinə yazdığım bir şeir yadıma düşdü. İllər öncə yazmışdım. Əzəl gündən heyranıyam, Qubanın da, Xaçmazın da. Şöhrətini yayanıyam, Qubanın da, Xaçmazın da. Qızıl qəsəbə zərdir, ləldir, tarixi qədim, əzəldir. İnsanları çox gözəldir. İnsanları çox gözəldir. Qubanın da, Xaçmazın da. Mən cəmi Quba ellərinə, Xaçmaz ellərinə, bütöv Azərbaycanımıza, Azərbaycanımızdan kənarda olan bütün soydaşlarımıza hər birinə salamlar göndərirəm. Təşəkkür edirəm sənə. Hörmətli televiziya tamaşaçıları və əməmniyyətlə Qarabağımızın yetirməsi gözəl müğənnimiz Namiq Teymurova dinləmək istəyirəm bu dəfə. Mən bütün vətəni sevən, eli sevən insanlar adından şəxsən Xankişi müəllimə təşəkkür edirəm. Xankişi müəllim, mən arzu edirəm ki, belə verilişlərin sayı çox olsun, belə tərbiyəvi verilişlərin. Sizin maşallah, maşallah, maşallah o qədər gözəl nitq mədəniyyətiniz var. Yəni mən söz adamı olduğum üçün yəni Xankişi müəllimlə uzun illərdir biz dostluq eləyirik. Mənim onun sənətinə, o bayaq mənim haqqımda sözlər dedi. Mən də sizə söyləyirəm, siz doğrudan da çox böyük sənətkarsınız, böyük insansınız, böyük alimsiniz. Həm də Beyput müəllim, Xankişi müəllim böyük elm adamıdır. Bəli, yəni mən sizin bu verilişə müvəffəqiyyətlər arzu edirəm və fürsətdən istifadə edib bizi mavi ekran qarşısında izləyən bütün insanların hər birinin evinə, hər bir ailəsinə Xankişi müəllim, qoy gözəl günlər nəsib olsun, xeyir işlər nəsib olsun. Çox sağ ol, Namiq, çox sağ ol. Hörmətli televiziya tamaşaçıları, indi təbii ki, Namiq müəllimə mən söz verəcəyəm, amma xatırladıram ki, bizim çox hörmətli müğənnilərimizi
bizim gözəl sənətkarımız, Respublikamızın fəxri mədəniyyət işçisi İntiqam Abbasovun rəhbərlik elədiyi instrumental ansambl müşahidə edir. Bu ansamblın bir gözəlliyi də ondadır ki, Azərbaycanımızın vertiyo sənətkarlarından biri olan Behbud Ağakişoğlu bu ansamblda iştirak edir. Bu ansamblın bir gözəlliyi də ondadır ki, bizim gözəl sənətkarlarımızdan biri Milli Konservatoriyanın çox hörmətli müəllimlərindən biri Mərkəz Əliyev bu ansamblın solistlərindən, üzvlərindən biridir. Hər birinə təşəkkür edirəm və böyük məmnuniyyətlə Namiqə söz verməmişdən qabaq arzu eləyərdim ki, bizim verilişimizdə reklam yerləşdirmək istəyənlər bizlərə müraciət eləsinlər. Öz xeyir işlərində, toy məclislərində bizim müğənnilərimizi, eləcə də bizim ansamblı və məni görmək istəyənlər ekranda görünən telefon nömrələri ilə bizlərlə əlaqə saxlaya bilərlər. İndi isə gözəl müğənnimiz Namiqin ifasında gözəl bir musiqi nömrəsi seçdik. Duyğular İşığında verilişinin baş sponsoru yenicə təmirdən çıxmış Sumqayıt şəhərində fəaliyyət göstərən, barmaqla göstərilən, halallığı ilə adsan sahibi olan Esmira Şadlıq evidir. Xahiş edirəm, Məhəmməd, Esmira Şadlıq evində toy mənsiz ola bilməz. Mən də burada varam. Böyük sənətkarımız Zahid Qubatlının rəhbərlik elədiyi instrumental ansambl, eləcə də Sumqayıtda ad sanı olan Vəzifə xanım Qubatlı, gözəl söz ustadı Məhəmməd Nuşirvanoğlu hər zaman sizin qulluğunuzdadır. Güman edirəm ki, ünvanı deməyə ehtiyac yoxdur, amma bir daha xatırladıram. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi 22. Telefon nömrələrini də xatırladıram. 070 741 39 39 051 741 39 39 və 055 216 34
88. Yolunuzu gözləyirik. Buyurub gələ bilərsiniz. Hörmətli televiziya tamaşaçıları, bildiyiniz kimi dünyada səbəbsiz heç nə yoxdur. Dünyada səbəbsiz heç nə yaranmır. Mən zaman-zaman öz verilişlərimdə bu barədə söhbət eləmişəm imkanım daxilində. İnşallah gələcəkdə də, elə bugünkü verilişimizdə də o yönümdə bir qədər sizlərlə söhbət eləmək istəyirəm. Dediyim kimi, səbəbsiz heç nə yoxdur, səbəbsiz heç nə yaranmır. Bu eləcə də xalq mahnılarına, muğamlarımıza aiddir. İndi o xalq mahnılarından birinin yaranma səbəbi haqqında eşitdiyim bir rəvayəti, bu rəvayəti 1976-cı ildə Kəlbəcərdə olarkən bir el ağsaqqalının dilindən eşitmişəm, sevgili həmvətənlərim. O vaxt eləmədim tənbəllik, sinə dəftər elədim. İndi həmən şeiri Apardı Sellər Saranı xalq mahnısının yaranması ilə bağlı olan o rəvayəti sizin qulluğunuza yetirirəm, sevgili həmvətənlərim. Muğanda bir cavan vardı. Hamı ona Sultan deyərdi. Var idi eldə obada böyük hörməti, Gülnar idi onun ilk məhəbbəti. Bir gün xəstələndi vəfalı Gülnar, yığışdı başına qohum, qonşular. Gülnar dedi, əzizim, nakamam mən, köçürəm bu dünyadan mən. Sənə deyəsi bircə sözüm var, mənim bircə balam var, onu yaxşı saxla, deyib gözlərini yumdu Gülnar. Sultan nalə çəkdi, titrədi daşlar, ağardı o dəmdə o qara saçlar. Saram çatdı 5, 10, 15 yaşa, cavan içərisində səbəb olardı dava, dalaşa. Çox yerdən elçilər gəldi, Saram bəyənmədi. Bir gün bir çobandan elçi gəldi, Saram ona könül verdi. Bir gün Muğanda toy idi. Sara ilə Xan Çobanın toyu idi. Xan Çoban dağa gedəsi oldu. Dedi, əzizim, sən qal aranda, sənə gözəl güllər gətirəcəm, sənə bəslənmiş əmliklər gətirəcəm. Bir gün Saram Araz kənarında durmuşdu. Yad eldən gəldi bir şah, dedi, kimin qızısan? Dedi, atama Sultan deyərlər. Sultan gəldi hüzura, baş əydi şaha. Şah dedi, Muğan gözəli mənim olmalıdır. Şahım, onun öz vəfalı yarı vardır, deyərək Saranı zorla götürdülər. Şah insaf elə, ayaq saxla, mənim balama bircə sözüm var, deyərək Saranı aldı qucağına. Balam qərib eldə xanım olunca, istərəm Arazımın qurban olsun, deyərək Saranı atdı Araza. Bir dəstə oğlan, bir dəstə də qız, istəkli həmvətənlərim, dağa Xan Çobana yazdı bir kağız. Gedin deyin Xan Çobana, gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana, apardı Sellər Saranı, bir ala gözlü balanı. Zəhli televiziya tamaşaçıları, istərdim ki, bax elə bu mövzunu bizim böyük sənətkarımız davam elətdirsin. Bəhbud müəllimdən xahiş edirik. Bəhbud müəllim, buyurun, xahiş edirik.
işığında verilişinin baş sponsoru yenicə təmirdən çıxmış Sumqayıt şəhərində fəaliyyət göstərən, barmaqla göstərilən, halallığı ilə adsan sahibi olan Esmira Şadlıq evidir. Xahiş edirəm Məhəmməd, Esmira Şadlıq evində toy mənsiz ola bilməz. Mən də burada varam. Böyük sənətkarımız Zahid Qubatlı'nın rəhbərlik elədiyi instrumental ansambl, eləcə də Sumqayıtda ad sanı olan Vəzifə xanım Qubatlı, gözəl söz ustadı Məhəmməd Nuşirvanoğlu hər zaman sizin qulluğunuzdadır. Güman edirəm ki, ünvanı deməyə ehtiyac yoxdur, amma bir daha xatırladıram. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi 22. Telefon nömrələrini də xatırladıram. 070 741 39 39 051 741 39 39 və 055 216 34 88. Yolunuzu gözləyirik, buyurub gələ bilərsiniz. Mən böyük məmnuniyyətlə hörmətli televiziya tamaşaçıları həm sizin adınızdan elə həm də öz adımdan böyük sənətkarımıza mən təşəkkür edirəm o gözəl ifasına görə. Vallahi mən o illər apardı, qədimlik apardı, tariximizə məni bir daha sövq elədi. Behbud müəllimin olan məclislərin nə dərdir, nə qəmi. Vallahi o qədər məclislər aparmışıq. Elə indi də burnumuzu göynür həmən məclislərdən yana. İnşallah güman edirəm ki, məclislərinizdə görüşəcək sevgili həmvətənlərim. Böyük məmnuniyyətlə Alqayıt müəllimin ifasında ikinci bir musiqi nömrəsi eşitmək istəyirəm. Alqayıt müəllim buyur.
Əlqətrə təşəkkür edirəm və gözəl ifadənə görə və mən böyük məmnuniyyətlə Qarabağımızın gözəl müğənnisi, mənim dostum Namiq müəllimə ikinci dəfə söz verirəm. Namiq müəllim, buyur, xahiş edirəm. Ağaçta leylək yuva bağlar gedər, ağaçta leylək yuva bağlar gedər. Kız sevən oğlan harayağlar gedər, kız sevən oğlan harayağlar gedər. Ağaçda yanıma yanağı qırmızı, ağaçda yanıma yanağı qırmızı. Hər səbətə yıl onu bağlan qızı, hər səbətə sən onu bağlan qızı. Duyğular İşığında verilişinin baş sponsoru yenicə təmirdən çıxmış Sumqayıt şəhərində fəaliyyət göstərən, barmaqla göstərilən, halallığı ilə adsan sahibi olan Esmira Şadlıq evidir. Xahiş edirəm, Məhəmməd, Esmira Şadlıq evində toy mənsiz ola bilməz. Mən də burada varam. Böyük sənətkarımız Zahid Qubatlının rəhbərlik elədiyi instrumental ansambl, eləcə də Sumqayıtda ad sanı olan Vəzifə xanım Qubatlı, gözəl söz ustadı Məhəmməd Nuşirvanoğlu hər zaman sizin qulluğunuzdadır. Güman edirəm ki, ünvanı deməyə ehtiyac yoxdur, amma bir daha xatırladıram. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi 22. Telefon nömrələrini də xatırladıram. 070 741 39 39 051 741 39 39 və 055 216 34 88. Yolunuzu gözləyirik, buyurub gələ bilərsiniz. Hörmətli TV tamaşaçıları, deyəsən vaxtımız və vədəmiz yavaş-yavaş sona çatır. Etiraf edeyim ki, sizlərdən ayrılmaq istəməzdim, amma neyiniyək? Dünyada hər şeyin əvvəli olduğu kimi sonu da var mənim əzizlərim. Amma dünyada bircə şey var ki, onun əvvəli var, sonu yoxdur. O bizim dünyamızdır. Bu dünyanın əvvəli var, sonu yox. Amma qalan nə şey varsa, hamısının əvvəli olduğu kimi sonu da var. İstəkli televiziya tamaşaçıları. Hərdən məndən soruşurlar ki, Beyput müəllim, hərdən mənə suallar verirlər ki, ay xan kişi müəllim, bu sözləri hardan tapırsan belə? Aya bu şeirləri hardan yazırsan belə? Aya bu deyimlər hardan gəlir belə? Görəm fələyin gücü çatarmı bu sözlərə, bu deyimlərə?
Bax, bu suala da belə cavab verirəm mənim əzizlərim. Deyirəm ki, su batırmaz, od yandırmaz. Su batırmaz, od yandırmaz mən yazdığım şeirləri. Qələm götür, tarixə yaz mən yazdığım şeirlər. İradəsi yatarqında, susar, dinməz ruhu canda. Qorxaq deyənməz heç bir yanda, qorxaq deyənməz heç bir yanda mən yazdığım şeirlər. Harda olsa ər oğlu ər, haq yolunda kətan yər, dar ağac altda deyər mən yazdığım şeirlər. Nə bir nökər, nə də bir şah məni kimi deyə bilməz vallah. Köçürmüşəm deyib Allah, köçürmüşəm deyib Allah mən yazdığım şeirləri, mən dediyim şeirləri. İstəhlən vətənlərim, bugünkü verilişimizdə də sözləri necə sıra-sıra düzdüm. Hər birinin çalağını, naxışını, ilgəyini, duzunu, istotunu necə vurdum, qiymətini siz verəcəksiniz. Amma çalışdım ki, azacıq da olsa könlünüzü oxşaya bilər mənim əzizlərim. Könlünüz xoş olsun, ömrünüzə nur calansın inşallah. Və təbii ki, arzu elərdim ki, qurtarsın müharibə, qurtarsın dava, dağılsın bulutlar, açılsın hava. Alınsın düşmandan intiqam, qisas, torpaq nəfəs alat incəlsin biraz. Qalmasın ürəklərdə kədər və ağrı, bir də tapdanmasın vətən torpağı. Dağların döşündən yollar çəkilsin, yollar kənarında güllər əkilsin. Nəğmələr bürüsün vətən mülkünü, mən Xankişi müəllim də sizinlə birlikdə görüm o günü. Səhlən vətənlərim, bax elə bunu arzulayıram sizlərə. İnşallah sizlərlə düz bir həftə sonra görüşmək ümidi ilə sağollaşıram və çox arzu elərdim ki, elə bugünkü verilişimizi bizim böyük sənətkarımız Behbud müəllimin ifasında gözəl bir musiqi ilə yekunlaşdıraq. Gecəniz xeyrə qalsın, salamat qalın. Əziz qardaşım, verilişin uzun ömürlü olsun. Mən sənə də, verilişivə də və bütün Azərbaycan xalqımıza, əziz dostlarımıza, bizə əyləşənlərə, burada əyləşənlərə, qardaşlarımıza muğam qədər ömür arzu edirəm. Və bir də belə bir deyim var, yazı sevməyənə güldən danışma, sazı sevməyənə eldən danışma.